Deməli uşaqlar indi gəlmişik. İlk Amerikaya çıxdığımız zaman gördüyümüz yer var idi. Bayraq olan. Oraya gəlmişik. Hay, mənəm. Ha, yox, salam. Salam, aleyküm. Deməli, dünən yorğun arğın gəldik otelə. Belə bir yerdə qalırıq. Bizə nə verdilər? Belə bir cədvəlimizi verdilər, nə bilim qaydalar falan. Bir də hamıya pul veriblər. Burada üstündə yazılıb hara nə qədər xərcləmək olar. Bu otağımızın kartıdır. Bir də boynumuza da belə bir şey asırıq. Flex proqramının daxilində Civic Education Workshop adında əlavə bir proqram var və orada qalib seçilənlər bir həftəlik Washington DC-yə səyahət edirlər. Deməli, indi gəlmişik Afrikan-Amerikan muzeyinə və biraz vaxt verildi bizə, tək gəzirik, biraz da sizə ətrafı göstərəcəyik. Və bu bir həftəlik səyahət boyunca da Ağ Ev, NBA basketbol oyunu və saysız hesabsız muzeylərə getdik. Həm də onu da qeyd edim ki, ümumilikdə 20 ölkə olmaqla hər ölkədən 3-4 nəfər şagird seçilmişdi. Hə, bir də çox önəmli bir detalı deməyi unutdum. 6 aydan sonra ilk dəfə idi ki, Azərbaycanca danışırdım və Azərbaycanlı insanları görürdüm. Özümüzü tarix kitabında hiss edirik ya. Mikrofon verin də. Al, mikrofonu. Polislərə baxın. To Congress, that is Washington, D.C., which, contrary to popular belief, people actually do live in. Burada hamı 8 nəfərlik stollarda oturmuşdu. Biz isə içəri girən kimi 4 nəfərlikdə oturduq, bir Azərbaycanlı dairəsi yaratdıq. İkinci gün isə bizə Capitol Hill ərazisini öyrədirdilər. Çünki görəcəksiniz ki, 2 gün sonra hər bir şagird bura tək şəkildə gəlib görüşünün hansı binada olduğunu tapmalıdır. Bizə güya xəritələri öyrətdilər. Güya də öyrətdilər. Biz öyrənə bilmədik. Ümumiyyətlə şəhər özü çox gözəldir məncə. Giriş yerin altındandır. Taksiyə bax, qırmızı. İçəri şəhər metrosuna oxşamır, belə şey var idi bir ara. Aminə Qasım zaten əlində kap getmə. Salam. She's blogger. Ne gözləyirsən? Salam. Gəminin içidir bu. Ay sən canım, qanam. Allah haqqı bundan utanmırlar ya. Var da. Aa sən məşhur şəxsiyyət olaraq bundan Beş 63'tü. 5-4, hanı yaşam insan üçün. Biraz 6. Biraz 62. Sən ayaqqabının ucundan daha 6. 6 bu arada ola bilməz. 6 sanırım. Sen onlar 5 3 Bu arada düz olma ehtimalı yoxdur. Yəni Ama ölür söz. bu vaxtdan tam səmimi deyirəm sənə. Boyum 1.82-dir. Bax, dur. Sən bu qanad eşkin nədir sənin? Halloween-də bir mələk taxdın, bir qartal taxmısan. Ondan səndən qırma. Bu demək istəmir yalan. 25 dollara mən qartal sanırım. Qartal qanadı lazım deyil. Ay, şu şeydir.
Burada isə əsas Amerikan ofisinə gəldik və Flexə də Civic Education Workshop-a da bizi bu ofisdə seçiblər. Bunu başa düşəndə biraz qəribə hiss edirdim özümü. Və burada da seminar keçməyə gəlmişdik. Həqiqətən dadır özüm, mən hazırım. Onu yeyirəm. Tell me what you wanna do. Give me everything you got. I just Bayaqlar uşaqlar dedi ki, kartuşkanı yeyə bilmirəm, bezib kartuşkadan. 3 gün deyilik, 3 gün. Səhər yeməyinə yerik. 3-cü gündən hamıya salamlar. Çok yok. Gün bulvarı stres. Çok yok. Niyə? Ne mi? Böyle kongres böyle official oldu ve sualı zaten səhv versem İngiliz yadımdan çıksa tutardım. try to get you in the mood. I just wanna hit your spot. Wanna get low. Wanna get low. I wanna go down, stay, kissing your feet and you make me crazy. I wanna go down, stay, kissing your feet and you make me crazy. Deməli, muzeyə gəlmişik. Muzeyin kafeteriyasına baxın. Akula uzatdı. Nədir? Capitol Hill-dir, hə? Capital Hill de öyle. Capital Hill değil mi? Geçendi bu. Azerbaycan flex. Üzülü sevmem, böyle şeyler istifadə eləməm. 12 dollar deyə. 3 dolara vermənəm bu. Boş şeydir. Göy olsa verərdim. Hoşuma gəldi. Right before I go, that's the time that I'm gonna show all the crazy things that I'm gonna do to you. Deməli, gəldiyimiz muzey bu heyvanlara aid muzeydir deyə çox qəşəng şeylər var burada. Mənə çox maraqlıdır bura yəni. Uyda insan kəlləsinin inkişafı. Hər şeyə 30 saniyə baxa bilirik. Bir Qaçırıq. dəqiqəmiz var, belə böyük bir yeri. Aslana baxın. Evet Mehmet. 30 saniyə limitini də aşağı salırıq. 15 saniyə baxırıq hər şeyə. Oyda. İndiyanı. 45 karatlıq dünyanın ən bahalısıdır bu, hə? Bura deməli bitkilər və kəpənəklərdir. Make me uncomfortable. Musiqilere baxıram buradan. Milli bir şey atasıydım buradan. Aç o qlası. Aç görək nə açırsan. Zəngi açsın bir. Bakılı balasını aç. Bakılı ha tamam o var. Bakılısan. Yox, amma ki ürəyimiz başı ilə deyil. How can I say hi or like salam? Salam. Yeah. Salam alaikum. Deməli, moldayıq Washington DC-də. Amma elə belə fırlanırıq. Nəyisə ehtiyacımız çox da yoxdur. Elə belə gəzirik və mağazalar çox da bağlanıb. Və yemək axtarır. Bu yemək axtarır, mən axtarıram. Bu mol haqqında fikirlərin nədir? Çox mənasız böyükdür. Çox dəxlisiz böyükdür və tapa bilmirik əvvəlini axırını. Mən Azərbaycan yeməyi yemirəm də bilirsən, neçə vaxtdır. Halal food falan var orada. Nə tapdıq? Amma 17 doları dəyməz. İlk dəfə 6 aydan sonra şaruma. Normalda şaruma yeyən adam deyiləm. Oradan da gedib kabab alır, yanında da Türk paxlavası istədim. Ömrə görməzsin, bir çavab koy da içine. Atam heç birə çavab çəkmir deyən. Uydu o. Uydu çörəyə o. Kəndir deyil bu. Bir də həyəcanlandım deyən. Ne oldu yani? Oy. Uydu nohut falan şey var. Nohutlu yemək var ya.
Hadi dedim de 2 tane de çəngəl verdin. Hər şey düşünmüşəm. Oydu, Ay Allah heyecanlandım. Heyecanlandım. Şarman atmamışam, səni gözləyirəm. At. Əmr verirəm, at. Haydi, at. Onlardan bağlı bir yetim. Uyda. Onu söz demeyecek. Biz nə qədər yiyəcəyik? Təndirə baxmış ya. Heyecanlandım benim. Mükemmel değil ama ya. Bu Amerika'da yiyirsən, Washington'da sən. Bir de ortada böyle yaptı. Güzel. Çok xoşbəxt demək. Aa, qoruması lamadı. Zarvasızla beni koruyuyorlar. Ama çiğ de oradan kesin. Ayda. Aa kötü. Mağazin bağlayıblar lama ilə. Bir dənə maraqlı yer tapdıq. Burada öz mini halvı düzəldirsən. Çox qəşəngdir axı. Gördün ki, məsələn $100. 170 manat. 170 manat vermem. Vermem. Aa, ora girirsən, orada çəkir səni. Belə 3D eləyir səni. Oranı rəqmətlə. Deməli, indi ilk görüşdən çıxdım. Görüş Kaliforniya senatoru ilə idi. Hardasa 30 nəfər var idi, çünki Kaliforniyadan şagirdlər çoxdur. Və orada da görüşdə video çəkmək nə dərəcədə professional olar bilmirəm. Ona görə də çəkmədim. Belə bir yerdən gedirəm və hal-hazırda da 2 dənə görüşün arasında hardasa 1 saat yarım boş vaxtım var deyə gedirəm kitabxanaya. Biletimi aldım. Dən qaldı kitabxananı tapmaq. Bilmirəm, nəsə Moskva havası verdi bura. Deməli, danışa gəlirəm. Sağıma baxdım, bir də gördüm Azərbaycanca danışa başlayıram. Dedim, bəlkə yaşayıram da, beynimə birdən-birə səslər gəlir. Nə bilim, yağış, qar zad eşitdim. Baxdım, 2 dənə kişi dayanıb söhbət edirlər. Yaxınlaşdım, dedim, Azərbaycanlısınız siz. Bir söhbət elədik zət. Onsuz da 6 aydır ki, Azərbaycanlı heç kim görmürəm. Yəni 3 dənə Azərbaycanlı gördüm, onsuz da belə qəribə hiss edirəm özümü. Bir də gördüm Azərbaycanlılar. Hüngürvari Səfərə gedirəm. Nəsə, mən vallahi gecikdim bu şeyə. Söhbət eləyə başım qarışdı. 10:45-də orada olmalıydım. Daha doğrusu, yəni 15-30 dəqiqə əvvəldən oraya getməliydim. Həm səhv yerə getdim, tapa bilmədim, həm də vaxt da artıq gecə olub. Ona görə oraya getməyəcəm. Elə qayıdım, oturum gözləyəcəm 2-ci mitinqim qutarsın. Sonra bir dənə də tura qoşuldum. O da saat 1-də olacaq. İndi saat 10:30 neçədir? Hamı kostyumda zaten gəzir. Düzümə də kostyumlarımı, amma qəribə sildim. Hamı da iş adamı zat. Allah, hara düşmüşəm mən. İndi vaxtından çox əvvəl buradayım deyə dayanıb gözləməliyəm. Uşaqlar, mən bu boyda bura gəlmişəm və özdə bayaqdan da tək gözləyirəm də. Deyirəm, cəmaat hardadır. Qrupa mesaj yazdılar ki, ləğv olunub görüş. Özüm şeydə istəyirəm, Moskvada istəyirəm. Mən bayaq videoda onu dedim, ki, Moskvada yemədim. Özüm iş adamı kimi istəyirəm. Mən də bayaq belə outfitdə belə gəzirdim. Washington çox formal bir şəhərdir. Burada adam sweatshirt, t-shirt giyəndə özünü günahkar istəyir. Bəli. Son dəqiqə şəhərin ortasındayıq, hə? Şəhərdir. Və bilin, hər yer eyni bir. Aşağı düşməlidir. Shakespeare kitabxanası. And we did have a suggested $15 donation. Deməli girdik. Ay, nə qəşəngdir. Ay, qızlar, bura baxın. Nə qəşəngdir. Çox
Çok qəşəngdir, vardı buna bax. Mən gələcəkdə otağım istəyirəm belə olsun. Ora var, True Friends. Pərdələr. Pərdə mağazini sədərək. 17-ci sıra, 33-cü mağazin. Altdan keçməyə var. Eləmə. Theater is still closed. Yaxşı. Qovulsaq, dayı. İndi gedək yeməyə. Burada niyə taksilər qırmızıdır? Heç kim. Həqiqətən deyirəm. Burada yəni hər yeni binaya girəndə elə bil aeroport security-sindən keçirik. Allah gəlib aeroporta giririk, uçuruq. Bu qədər kontrol var. Donduq. Çöldə Sezar salatı yedik. Capitol Hill'in qabağında Sezar salatı yedik. Sezarımızı da göstərdim. Heç nə, deyəcəklərim bu qədərdir. Sağ olun, salamat qalın. Əsas yer gəlmişik gift shop'a. Görək nə alıram. Yadgar qalsın. İndi pulun üstünə baxırıq. Biz burada getmişik. Burada getmişik. 100 dolar çıxarım. 100 çıxart 100'ə baxaq. Ora getməmişiksə çox böyük olacaq. Independence Hall getməmişik. Amma getməmişik. 100'ə sata bilmər şey. Kofemizi də aldıq, gedirik. Bu qədər seriyoz düşərdi, pek bir seriyoz. Sən buranın tikilməsini neçə il çəkir? Mən burada heç kim çıxardım nəzər. Burada sıxmaqdır. İndi gəlmişəm 3-cü mitinqə. İkincilər olmuşdu demişdim. Burada da daha kiçik, yəni ərazinin reprezent edən adam olacaq. Adı yaddan çıxır. Bir dəqiqə, mən 4-də qalxmalıyam. Okey. Burada olmalıyam, amma indi bilmirəm. İçəri girim gözləyim, yoxsa burada. Burada cəmaət sürüşür. Capitol Hill'də sürüşmək vardı. Gəlmişik Ağ evə. Uşaqlar, sizə sözünü garanti verirəm. Bu ev Azərbaycanda olsaydı Novruz bayramında tulla pamaq atardım. Bu London saatı burada nə gəlir? Uşaqlar, bizi Ağ ev adı ilə gətirdilər White House-a. Mənim gözlərim görmür onu. Şəkil çəkdirmirəm. Mən valla görmürəm bu arada. Çəkdirmirəm. İstəmirəm, imtina edirəm.
Səmadakı yaşına bax. Pası deyirəm, Aurora belə oxşuyursan niyə? Bu tərəf mən oxşuyuram. Aa, burada niyə bu qədər çox quş var? Bunda durum oxşuyur elə. Basketbola gelmişim Saroçka'da. Saroçka'da kostyumda gəlmişik basketbola. Durun ayağa, him çalır, him. Göstərin yeməklərimizi. Üçünüz də inanmısınız, hə? Hə, bir dənə mən hot dog fərqi almışam, çünki 10 dollar soka vermişəm, susamışdım. 17 manata susamışdım. Gözümüz zəifdir deyə buradan baxırıq. Mən soğutdum. Oğlum tamam. Axıra qədər biz udumuz verdik. Sağ olsun. Biz niyə gift shopdan çıxa bilmirik? Gedək müzeyə görək də biraz. Benim özüm çox elit məkanda istəyirəm. Gəncəli bünyəm bunu qaldıra bilmir. Bu elitliyi. Deməli uşaqlar, burada belə bir qayda var ki, sumkana bir çiynə taxmalısan. 2 çiynə taxdıq deyə indi qışqırıldıq. Qabağa atmışdı sonra. Dedi bunu çiğnə. Belə öndə qayda yox. Belə qayda heç yerdə yoxdur. Bax, qəpçində yox. İkisi də. Rəsm dərsini rəngələyəcəm. Nədir? Bu şəkillər, bu nədir? Çox qəşəngdir. Bir dənə tut əlvi yanaşı. Qaz suyundur səndən. Az getə yancayal. Deməli 31 dollara salat alıb, birdən-birə manata çevirdim. Dedim ki, neçə dedim? 50 neçə? 52. Hə, 52 manat xərclənib bura. Tamam, mamam bunu koymayayım. Mamam bakacağım. Mamam söyledi. Ama pul vermişler bize. Reimburse eləmişdilər. Ama 22-25 falan eləmişlər. Bu 30 çok oldu yani. Ama Sprite'ın 5 dolar. 5 dolara ben bir market şey alırım. Sprite alırım. Bəli, yanğın emergency ilə çölə çıxır. Miran, gel buradan içeri girelim. Burada ne yaşandı? Gönel fikrin. Abi gözlemedim ha Allah hakkı. Ben de bildim ki zarafat zattı. Emergency alert verildiler. O sen gördün kapının dönen yeri yani. Gözlemedim. Ayso, Mən fikirlərin. elə bildim ki, kimsə səhvən basıbdı həqiqətən. Mən elə bildim kimsə telefonundan qoşur. Aşırı böyle bir şey sende var gibi. Kaçırdık falan Emine'yle. Zamanatın stoluna baxın, bir də biriniz o. Azərbaycanda bu şarımız da yoxdur bizim, hamıda var, bizdə yoxdur. Əbrə doktoran bayram. Ne değilim bunda
fikirlərim. Şey oldu ve çok güzeldi ve tez tutardı. Pis oldu. Ama indi yaxşıyam. Böyle. Mən biraz bipolaram uşaqlar. Hə. Fikirlər. Gecə 2-də heç nə fikirləşmirəm. Bir yerde sağ olun. Sağ olun. Hayatımda gördüyüm en güzel aeroport ayaqlı. Mən nəsə Bakıya qayıdıram kimi hiss edirəm. Bilmirəm niyə, amma bu da Bakıya qayıdaram. Evim, güzel evim. Bura geldiğim ilk gün yadıma düşdü. Nostalji. Xəyalımdakı iş.